Salam, hər vaxtınız xeyir olsun. Qruplara atılan MİQ ədəbiyyat mətn suallarının izahlarına baxırıq. Qeyd edim ki, suallar MİQ tipli olaraq hazırlanmışdır. Yəni bundan asan da ola bilər, bundan çətin və yaxud da bu dərəcədə də ola bilər. Yəni istənilən suala hazır olaq deyə hazırlamışam sizlərə dəstək üçün. Verilmiş mətnlə bağlı doğru fikirləri seçin. Seyid Hüseyn və Xurşidbanu Natavanın dialoqundan bir hissədir, parçadır. Baxırıq. Xurşidbanu Seyid Hüseynin onu sevdiyini anlayır. Baxın müəllimlər, Seyid Hüseynin Xurşidbanuya olan sevgi hissləri burada ön plana çıxmır. Yəni biz bunu daha əvvəldə öyrənmişdik də. Natavan çağırır Seyid Hüseyni, deyir ki, siz mənə bağçadan, nəzər salırsınız. Yəni bağçada olanda mənə diqqət yetirirsiniz. Orada üzə çıxmış olur. Burada görünmür. Verilmiş hissədə həm aktyorlar, həm də suflyorlar üçün nəzərdə tutulan hissələr var. Remarkanı, aktyorların ifadələrini nəzərdə tutur. Suflyorlar aktyorlara kömək üçün teatrın, yəni səhnədə arxada dayanan insanlardır. Yəni pərdələrin arxasında dayanır və əgər aktyor çaşarsa, onun sözlərini pıçıldayır ki, yadına düşsün. Yəni aktyoru çətin vəziyyətdən çıxaran şəxsdir. Deməli, bu hissə var. Seyid Hüseynin Natavana olan hörməti həm sözündə, həm də xarakterində üzə çıxır. Xarakterində bəli, deyir, mən sizin etibarınızı doğruldacağam və hərəkətində də üzə çıxmış olur. Deyir, təzim edərək Mirzə Ruhullah ilə çıxır. Bunlar doğrudur. Bir də belə tip mətnlərdə, indi bu bizim çərçivəmizdə olan mətndən olan hissədir. Orada ola bilər ki, çərçivədə olmayan bir mətndən salınsın. Yəni 99% belə olacaq. Yəni fərqli bir mətndən parça salınacaq. Sırf elə əsərlərdə və yaxud da keçdiyimiz hansısa bir əsərdən parça salınsa, bizə mətndə verilən konkret hissəyə görə baxırsınız variantlara. Yəni əsərin ola bilər orijinalında, digər hissələrində nələrsə var. Onlara əsasən baxsaq biz yanılarıq. Konkret bizə mətndə nə verilibsə, ona uyğun baxırıq variantlara. Bəyim şairənin şeirlərini tez-tez oxuyurdu. Bunu biz dəqiq deyə bilmərik, çünki qərənfil şeirini deyir götürüb oxuyur. Biz bilmirik o şeirləri tez-tez oxuyurdu ya necə. Mətndən bizə aydın olunmur. Yəni konkret bizə verilən hissədə bu yoxdur. Mühəndisin çağırılmasını bəyim Daşdəmirə tapşırmalı idi. Yəni Xurşidbanu Natavan əsərini oxumayan biri bu əsərdə Daşdəmir adlı obrazın olub-olmadığını heç ümumiyyətlə deyə bilməz. Yəni burada Daşdəmir adında biri olmadığı üçün, yəni bizə verilən hissədə, mətndə bunu biz dəqiq deyə bilmərik. 4-ü 5-i çıxırıq variantlardan. Baxın, 4-ü 5-i çıxdıq. 1-i də çıxdıq. Cavabımız qaldı 2 və 3. Verilmiş mətnə əsasən səhv fikirlərin sayını müəyyənləşdirin. Bu fikirləri mətni oxuduğumuza görə mən təzədən təkrarən oxumuram. Cahandar ağanın atdığı güllə boşa çıxmamışdı. Bu bizə orijinaldan məlumdur ki, Allah yara dəymişdi həmin güllələrdən biri. Yəni bu hissədə görünmür. Boşa çıxmadığını biz sadəcə ehtimal edə bilərik. Yəni olmalı idi ehtimal cərgəsində. Cahandar ağanın təxmini səhv çıxmır. Bu fikir doğrudur. Deyir ki, Cahandar ağa düşünür ki, belə hallarda düşmənin puskuda dayanıb onu gözlədiyini anlayır. Yəni bu da doğru olur. Çünki tüfəngi götürüb pəncərədən deyir bayıra atıldı. İtlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atanda qaranlıqda onun atəşinə atəşlə də cavab vermiş olurlar. Deməli, puskuda kimsə var idi. Təxmini səhv çıxmır. Cahandarın güllə atəşi cavabsız qalır. Bu yanlışdır. Atəşlə cavab vermişlər. Amma yanlışın altındadır. İtlər dənizin sahilinə qədər qaçan adamın arxasınca düşür. Baxaq. Deyir ki, itlər qaraltını qovub sahilə indirdilər. Biz bilmirik ki, bu nəyin sahilidir? Yəni konkret bizə verilən hissəyə əsasən deyirəm. Ya dənizin sahilidir, ya da çayın. Amma əsərin orijinalında Kür çayından söhbət gedir. Yəni sırf bu hissə 4 olmalı idi ehtimalda. Biz o dəniz və ya Kür olduğunu bu mətnə əsasən deyə bilmirik. Yəni yazılmayıb orada. Cahandar ağa deməli ehtimaldır, olmalı idi digər tərəfdə. 2 dənə fikir artıq tapmışıq. Yəni yeri yanlış yazılıb. Cahandar ağa çətin anlarda ehtiyatını əldən vermirdi. Bu fikir doğrudur. Deyir, Cahandar ağa bunu eşidən kimi çırağı söndürdü və tüfəngini əlinə aldı. Fikir doğrudur, olmalı idi doğru xanasında. Yəni ehtimal deyil. O tayasının yandığını Cahandar ağaya tapdıq xəbər vermişdi. Biz bunu dəqiq deyə bilmərik. Biz sadəcə ehtimal edə bilərik ki, kimsə xəbər verib. Çünki deyir, ağa nökərlərdən o tayasına od vurulduğunu eşidir. Nökərləri də biz bilmirik. Yəni tapdıqdır və digərləri də ola bilər. Yəni sadəcə ehtimal edə bilərik. Deməli 1, 4, 5 yerində deyil və 3 dənə fikrimiz burada səhv olaraq götürüləcək. Cavab oldu B variantı. Nümunələr arasında ortaq olmayan fikirləri seçin. Burada deməli təkrir işlənib variantı müəllimlər doğru götürüləcək. Yəni ortaq olmayan fikir kimi. Çünki mən diqqətsizlik edib burada yaqarı yıxar kimi düşünmüşəm. Yəni onu elə görmüşəm ilk variantda. Ona görə təkriri variantlarda verməmişəm. Hər ikisində elə bir ortaq cəhət kimi qəbul edərək
onu götürməmişəm. Amma o da cavablarımızda olmalıdır. Çünki yakar, yıxar ayrı-ayrı sözlərdir. Birində var, digərində yoxdur təkririmiz. Baxın indi. Fikrin aid olduğu obraz vəziyyətdən məmnundur. Yəni iblis birinci nümunədə olan fikirdir bu. Deməli, birinə aid olan fikirdir. Biri götürdük cavab kimi. Biri götürdük. Belə yazaq. 1. Sonra təkrir işlənib, yenə də dediyim kimi, o yaqar, yıqar ayrı-ayrı sözlər olduğu üçün biz bunları təkrir götürmürük. 2 də cavabda olmalıdır. İndi variant elə də çıxmır. 2 çünki nəzərə alınmayıb bu formada. Ona görə mövcud vəziyyətin səbəbkarı göstərilir. Bəli, mələyin dilindən iblisə uymuş bəşəriyyət ifadəsində səbəbkar göstərilir. Deməli, yalnız birindədir. 3-ü də yazdıq bura. Təbiət hadisəsinə reaksiyaya yer verilib. Diqqətli olun. Bax, buradakı tufandır, vulkandır. Bu ifadələr təbiət hadisəsi deyildi orada. Yəni, müharibə idi. Yəni, təsvir edilən məkanda və müharibənin dəhşətini, ağrısını, acısını göstərmək üçün vulkan, tufan adları ilə ifadə edilib. Yəni, orada hansısa bir vulkan baş verməmişdi və yaxud da tufan deyildi. Yəni, bunlar fərqli-fərqli coğrafi hadisələrdir. Bunların heç biri baş verməmişdi. Sadəcə müharibə dəhşətləri özünü göstərmişdi. Belə. 4 yanlışdır, ortaq deyildi. Ən azı 2 misrada inversiya işlənib, bəli. Dəryalara hökm etmədə tufan, tufan hökm etmədə, səhraları sarsıtmada vulkan, yəni vulkan sarsıtmada. Eləcə də mələk yazılan hissədə də yox kimsədə insaf-ı mürüvvət, kimsədə insaf mürüvvət yox. İblisə mi uymuş bəşəriyyət, uymuş sözdə əvvəldə verilib, yəni sonda olmalı idi. Deməli 5 doğrudur. Ortaq olaraq götürülə bilər. Bizdən də deyir ki, ortaq olmayanları seç. Ortaq olmayanları seçdiyində 1, 2, 3. Burada əslində cavab 1, 2, 3 olmalıdır. Hardasa bu uyğun gəlir, amma 2 də mütləq göstərilməlidir. Və yaxud da A variantında 1, 2, 3 olaraq göstərilməlidir. Yəni, bu mənim özümün mexaniki səhvimdir. Üzrlü sayarsınız. Yəni, yakar, yıxar ifadələrinə görə orada uyğunsuzluq yaranıb. Doğru fikirləri seçin. Bunların hamısını oxumusanmı? Bu, Dəli Kür əsərindən Əşrəflə Əhməd arasında olan dialoqdan bir parçadır. Hərflərdən biri rus dilini bilir. Bəli, deyir ki, rusca yazmağı da, oxumağı da biləcəksən. Yəni Əşrəfə aid olan fikir kimi götürə bilərik. Bu doğru. Təklif və təklifə müsbət cavab var. Deyir ki, məni, dostlarımı və məni öyrədərsənmi? Deyir ki, niyə öyrətmirəm? Qoy gəlsinlər. Deməli, bu da doğrudur. Doğru fikirləri seçin. 1 və 2 bizim doğru fikirlərimizdir. O da bütün variantlarda var. Sinifdə olan kitablar oğlanın diqqətini çəkir. Baxın, bunların hamısını oxumusanmı deyəndə biz bilmirik ki, o kitabları nəzərdə mi tutur, ya vərəqdir, bəlkə qeydlərdir, özü toplayıb, qəzetdir. Yəni, biz sırf bu bizə verilən mətn əsasən deyə bilmirik, yəni bunların kitab olduğunu deyə bilmirik. Ona görə 3 yanlışdır. Dramatik növə xas olan cəhət özünü göstərir. Bəli, dramatik növə xas olan bu əsər özü epik əsərdir. Epik növdə yazılmış bir əsərdir. Dramatik əsər deyil. Amma burada dialoq var. Deməli, özünü göstərmiş olur. 4 də bizim cavabımızda olmalıdır. 4 olanları saxladıq. Nümunədə bədii sual olmasa da aid olduğu əsərdə var. Baxın, nümunədə hal-hazırda yoxdur, çünki sualların hər birinin cavabı verilir. Amma aid olduğu əsərdə hansı yolla getməli adlı ritorik sual keçmiş olur. Deməli, cavabımız oldu 1, 2, 4, 5. B variantı. Verilmiş mətnə əsasən uyğunsuzluğu seçin. Bu da açıq kitab əsərindən olan məqamdır. Epik əsər üçün xarakterik olmayan məqama yer verilib, yenə də dramatik, yəni əsərə xas olan dialoqdan söhbət gedir. Deməli, bu doğrudur. Şübhələnən obraz əsərin adını soruşan insandır. Bax, burada şübhələnən obraz Vəzirbəylidir. Bizə verilən mətndə, yəni qısa bu hissədən yəni çıxış edərək deyirəm. Şübhələnən obraz Vəzirbəylidir. Əsərin adında baxın, siz müsabiqəyə əsər hazırladınızmı? Biz burada müəyyənləşdirə bilmərik, yəni bunu soruşan Vəzirbəylidir və yaxud da yox. Çünki Vəzirbəlinin nitqi aşağıda başlayır. Əsərin acılarına da diqqət yetirsək, sualı soruşan Poladovdur. Yəni Sədr Poladovdur. Eləcə də mətnə əsasında biz deyə bilmərik ki, dəqiq sualı soruşan Vəzirbəylidir. 2 yanlışdır. Əliyev rüşvət müqabilində iş görürdü. Fikir öz-özlüyündə doğrudur, amma burada yoxdur. Yəni mətndə bizə verilən hissədə yoxdur. Yanlışdır, yanlışın altında doğrudur. Əşya obrazı şəxsləndirilmişdir, fikir yanlışdır. Yəni əşya obrazı burada açıq kitabdır. Bu da şəxsləndirilməyib. Yəni insana məxsus olan hansı səlamət üstünə köçürülməyib. Deməli 4 də oldu yanlışın altında doğru. Bircə dənə uyğunsuzluğun pozulduğu məqam 2-dir. Cavab oldu C variantı. Dialoqun yalnız bir tərəfinə aid olan fikri seçin. Vaqif dramında olan məqamdır. Digər tərəfi təhqir edir. Fikir verin. Baxın, axmaq deyə Teymurda təhqir edir əskəri. Eləcə də əskər sarsaq deyə təhqir etmiş olur. Deməli, bir doğrudur. Deyir, amma yalnız birinə aid olsun. Biri biz variantdan çıxa bilərik. Nitqində adı çəkilən şəxsin hakimiyyətə qarşı çıxan biri olduğunu əminliklə deyə bilərik. Baxın, nitqində adı çəkilən şəxs Eldar obrazıdır, əskərin dilindən deyilir. Bizi qırıb tökür bir qaçaq Eldar. Əgər biz orada qaçaq sözünü görürüksə, deməli doğrudan da hakimiyyətə qarşı çıxan biri olduğunu əminliklə deyə bilərik. Və bu yalnız bir nitqə aiddir. 2 də deməli doğru oldu.
Baxın, 1 və 2-nin biri biz ayrı şəkildə, burada yanlış göstərilməli idi. Deməli, 2-ni götürürük. 2-ni cavab kimi götürə bilərik. Haqlı tərəfdir. Sırf bizə verilən hissəyə görə biz kimin haqlı, kimin səhv olduğunu deyə bilmirik. Yəni əsərin orijinalında, özlüyündə bizə məlumdur ki, Teymur doğrudur tərəfdir. Amma sırf mətnə əsasən deyə bilmərik. Bəlkə Əsgərdir. Yəni doğru, haqlı tərəf. Deməli, 3 ümumiyyətlə yanlışdır. 3 ümumiyyətlə yanlış. Nitqində insanın özünə etdiyini el yığışsa edə bilməz fikri verilir. Bəli, deyir, yıxır evimizi öz əllərimiz. Teymurun nitqində belə bir məqam var. 2 və 4 cavab oldu C variantı. Mətni oxuyun və başqa əsərlərin obrazları ilə müqayisələrdə olan yanlışı tapın. Şuşa. Mətni artıq oxumusunuz, ona görə təzədən təkrarlamıram. Yaxud da ekranı saxlayıb yenidən oxuya bilərsiniz. Yeni şəhər salır İskəndər. Baxaq, deyir ki, Şuşa adlı şəhər salınır sonda. Deməli, Şuşa şəhərinin salınmağı mətndə var və yeni şəhər salındı İskəndər. Fikir doğrudur. Yəni bizdən yanlışı istəyir. Bərdəyə qonaq gəlmək. Burada da var. Bərdə xanım möhtərəm qonağın rəğbətini qazanmaq üçün şərəfini o təşkil edir. Bərdə xanına qonaq gəlinir. Deməli, bu da İskəndərnamədə keçən məqamdır. Qarabağın atlarını tərifləyən Canişin, Xoşidbanın Natəvan deyir ki, onlar Qarabağın tərifli atlarını minib nökərlərlə, tazlarla uca dağlara, deməli, ova çıxırlar. Deməli, bu fikir də doğrudur. Dağları gəzməyə çıxan Vaqif Həsənində Vidadi idi, deyir, uca dağlara gəzməyə çıxırlar. Deməli, bu da doğrudur. Özünü öyən Rüstəm bəy. Baxın, bu fikir ayrılıqda doğrudur. Yəni, Rüstəm bəy Müsibət Fəxrəddin əsərində özünü öyürdü. Amma bizə verilən mətndə özünü öyən hansısa bir obraza rast gəlmirik. Deməli, cavab oldu Y variantı. Şərhdə də deyir ki, mətni oxuyun və başqa əsərlərin obrazları ilə müqayisələrdə baxın. Yerində yazılacaq əməli yazı formasını müəyyən edin və hansı əsərdə rast gəlindiyini tapın. Hörmətli müəllim, oğlumu sizə əmanət edəcəyimə görə bu nöqtələr sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan 1 dollar tapılan 5 dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. İndi ekranda görəcəksiniz bu mətnin orijinal variantını. Bu mətin, yəni valideynin müəllimə yazdığı bir məktubdur və bu məktubu sizə yazmağı vacib bildim. Orada məktub sözündən söhbət gedir. Vadi Sabah mənim dərd edilmiş şeirində məktub aparmırdı Sabah. Yəni Sabah sadəcə xəbər yetirmiş olur. Qafqaz müsəlmanlarına xitab əsərində məktub adında söz keçmir. Yəni yoxdur. Xitab olaraq, yəni biz onu bilirik də, Qafqaz müsəlmanlarına xitab edilmiş bir şeirdir. Keçən ilin son gecəsi əsərində teleqramdır. Manqur hissəsində Yedigeyin dilindən Sabitcanın Qazanqapın övladına teleqram vurulması var. Yəni bu da aid deyil. Aldanmış Kəvakib olacaq cavabımız. Mirzə Yəhyanın dilindən, yəni belə bir cümlə keçir ki, gizli məktublar yazıb göndəribmiş. İndi ekranda onu görürsünüz siz. Yəni məktub məsələsi orada keçir. Mətndə işləmiş bədii təsvir vasitəsinə hansı variantda rast gəlirik? Baxın, təsvir vasitəsi. Balaca qara balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, deməli, balaca qara balığın anası da bir balıqdır və ananın yalvarışları, qonşuların tənələri, bu bizə metafor işləndiyini, yəni demək istəyir. Və yaxud da sonda deyir ki, qara balığın arxasınca deyirlər, sən bizi qəflət yuxusundan ayıltdın. Yəni o biri balıqların dediyi sözlərdir. Balaca balıqlar da deyir, belə deyirmiş. Bizə lazımdır metafor. Arqun, sən olmadıqda yaşayaram necə mən? Burada metaforumuz yoxdur. İnversiya var. Şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Bəli, bax, burada şahmar sözünü biz metafor götürə bilərik. Nə anlar sərxoş baxış epitet işlənib. Gəldi uğursuz xaqan, əyildi xalqın başı. Deməli, əyildi sözü inversiya yaradıb. Uğursuz xaqan da burada epitetimiz var. Yəni, sırf metaforumuz yoxdur. Cənnət kimi bir ölkə, cənnətə bənzədilmə də təşbihdir və təzad da var. Deyir, cənnət kimi bir ölkə məzarlığa dönmüşdür, invers. Yəni, verilmiş mətnin digər əsərlərlə müqayisəsində səhvi seçin. Səməd və Oqtayın nitqləridir. Başqa xalqların inkişaf etməyi. Oqtayın nitqində var, deyir ki, başqalarında səhnə, mədəniyyət, hər şey var, bizdə yox. Deməli, Qafqaz müsəlmanlarının xitab əsərində də eyni məqam var. Burada bu fikir doğrudur. Yəni, bizdən də səhv istəyir. Obrazın qiymət görəcəyi yerə getməyi planlaşdırmağı. Aldanmış Kəvakib, Yusif Sərrac. Yusif Sərracda eyni məqam var idi. Deyir ki, Qəzvinə gəlir. Çünki burada sənətkarlara daha yaxşı, yüksək qiymət verilirdi. Baxaq görək.
yəni burada da var idimi obrazın getmək niyyəti. Deyir ki, səni böyük bir pul ilə rus səhnəsinə çağırırlar. Get, həm də təqdir olunarsan, həm də pulun o vaxta qədər xalq anlarsa, işlər yoluna düşərsə qayıdıb gələrsən. Yəni Oqtay isə buna qarşı çıxır, istəmir getmək. Obrazın qiymət görəcəyi yerə getməyi planlaşdırmağı ifadəsi yanlışdır. Oqtay belə bir şey planlaşdırmırdı. Xalqı tək qoymamaq Natəvana aid olan cəhətdir, eləcə də Oqtaya. Deyir, bu yazı xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, mən bilmirəm. Sonra pul və şöhrətpərəstliyə meyilli olmaq Kərbəlayı Zala da aiddir, eləcə də Səmədə. Deyir ki, səni böyük bir pul ilə rus səhnəsinə çağırırlar. Millət təəssübkeşliyi yenə də Oqtaya da aiddir. Yenə də deyir ki, yazıq xalqı tək buraxıb qaçmaq olmaz və Fəxrəddində də eyni məqam var idi. Belə, ümid edirəm ki, sizlər üçün izah faydalı oldu. Yəni sizə qaranlıq qalan məqamlara da aydınlıq gətirməyə çalışdım. Bircə dənə burada üçüncü testdə müəyyən qədər problem var idi, o da variantlarda. Elə səhvləri də gələn testlərdən, yəni aradan qaldırmağa çalışacağam. Diqqətinizə görə təşəkkür edirəm, dəstəyinizə görə minnətdaram. Sağ olun, sizlərlə mən idim, Aytaç müəllimə.